Bismillahirrahmanirrahim. Bugün İlham Əliyev Naxçıvana təyin etdiyi yeni səlahiyyətli nümayəndəsi və bir çox rayonlara təyin olunan yeni başçılarla görüş keçirdi və görüşdə bəzi həqiqətləri etiraf edib. Onlardan biri də ölkədə korrupsiya halının mövcudluğu ilə bağlıdır. İlham Əliyev bildirib ki, çox təəssüflər olsun ki, məmurlar göstərişlərin, yəni dövlət göstərişlərini yerinə yetirmək əvəzinə öz ciblərini güdərək qanunsuz varlanmağa üstünlük verirlər. Bu ifadə əslində bir mənalı olaraq ölkədə korrupsiya halının mövcudluğunu göstərir ki, biz uzun illərdir bu mövzuda danışırıq, bu mövzuda demək çıxışlar edirik, xalqa ayıltmağa çalışırıq və bu İlham Əliyevin Azərbaycanda ciddi, böyük bir korrupsiya şəbəkəsinin yaratdığını və bu şəbəkənin məhz başında İlham Əliyevin özünün dayandığı ilə bağlı dayanmadan məlumatlar tirajləyirik və bu günlər görürük ki, İlham Əliyev də əslində bu mövzunu bir daha öz dili ilə özü etiraf etmiş olur. Cəzalandırma mövzusuna gəldikdə isə, əgər İlham Əliyevdə belə bir faktlar varsa və bu sözü səsləndirirsə ki, məmurlar, söhbət yüksək çinli məmurlardan gedir, deməli, rayon başçılarından söhbət gedir, nazir müavinləri səviyyəsində məmurlardan söhbət gedir. Bu cür insanlar əgər deməli, dövlətin malını, dövlətin mülkünü talayırlarsa, bunlar bir mənalı korrupsiya ilə məşğul olurlarsa, hüquq mühafizə sistemi deməli bu insanların cəzalandırılması ilə bağlı hər hansı bir ciddi addımlar atmırlar. Əlbəttə ki, hakimiyyətə müxalif olan və hakimiyyətin qara kassasına xor baxan, xəyanət edən bəzi məmurların müəyyən mənada onların əhatələrində məhdudiyyətlərin yaranması ilə bağlı bəzi fikirlər var və bunlarda ara sıra yenə də İlham Əliyev öz cəmiyyəti idarə etmək üçün, xalqı aldatmaq üçün bu variantdan da istifadə edir. Adətən Əliyev ailəsinə xəyanət edən məmurlar işdən uzaqlaşdırılır. Bunlar da ancaq uzaqlaşdırılmaqla yəni kifayətlənirlər. İşdən uzaqlaşdırılandan sonra zaman-zaman onların ətrafında müəyyən bir propaganda prosesini başlatmaqla insanları inandırmağa çalışır ki, İlham Əliyev işləyir, İlham Əliyev müəyyən mənada ölkədə normal idarəçilik deməli qurmağa çalışır. Eyni zamanda bu açıqlama həm də deməli İlham Əliyev ətrafında yaranmış bir fikri, yanlış bir fikri alt-üst eləyir. Əlbəttə ki, biz eşidirdik ki, İlham Əliyev bu olanlardan xəbərsizdir. İlham Əliyevin ətrafı izolyasiya olunub bəzi məmurlar tərəfindən, məmurlarla xalq arasında və yaxud da hökumət xalq arasında böyük uçurumun yaranmasında İlham Əliyevin xəbəri yoxdur və eyni zamanda deməli baş verən bu negativ hallar, dövlət adından baş verən negativ hallarla İlham Əliyevin heç hər hansı bir ilgisi yoxdur və s. Biz bunu obrazlı şəkildə desək, İlham Əliyev yaxşıdır, ətrafı pisdir görüntüsü yenə bu açıqlamadan sonra alt-üst olur. Çünki əgər İlham Əliyev özü belə bir faktı ortaya qoyur, belə bir etirafda bulunursa, bu o anlama gəlir ki, İlham Əliyev əslində baş verən bütün proseslərdən xəbəri var. Nəinki xəbəri var, hətta bütün prosesləri özü idarə edir. Yəni İlham Əliyevin iradəsindən kənar ölkədə nəsə baş vermir. Bütün hadisələr məhz İlham Əliyevin iradəsi çərçivəsində baş verir. Bu da əslində İlham Əliyevə qarşı, İlham Əliyev haqqında o yaradılmış bir obrazçı vardı. Güya İlham Əliyevin xəbəri yoxdur. Əlbəttə ki, biz o məsələyə də münasibət bildirəndə deyirdik ki, bu daha pis vəziyyətdə. İlham Əliyevin xəbəri yoxdursa daha pisdir. Xəbəri varsa bu da pisdir. Amma bu mövzunu da həmən Əliyevin bu açıqlaması deməli alt-üst edir və biz aydın şəkildə öz etirafı eləyir ki, ölkədə baş verən bütün proseslər İlham Əliyevin öz iradəsinin əhatəsindədir. Əziz izləyicilər, əziz Azərbaycan xalqı, bəs ölkədə baş verən bütün proseslər, nə qədər hadisələr baş verirsə, Tərtər hadisəsindən tutmuş, bütün negativ hallar, işsizlikdən tutmuş, ölkənin bərbad vəziyyəti
qazlaşdırılma və digər mövzulara ki, İlham Əliyev orada toxunub, onların hamısından İlham Əliyevin xəbəri var və bilərəkdən vəziyyəti bu həddə gətirib çatmaqda biz kimlərisə deyil, məhz İlham Əliyevin özünü müxatəb seçməliyik. Çünki bu işlərin hamısında ölkənin bu günə düşməsində bir mənalı olaraq günahkar İlham Əliyevdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.